23 aprel tarixinin gündəmli müzakirəsi üçün Hədəf komandası olaraq yenidən qarşınızdayıq. Hər vaxtınız xeyir, Hədəf başladı. Güclü, uğurlu siyasət, güclü iqtisadiyyat üzərində qurulur və məhz güclü iqtisadiyyatsa ticarət dövriyyəsi daxil olmaqla bir çox iqtisadi göstəricilərin təzahüründən ərsəyə gəlir. Məhz qarşıdakı təxminən 1 saat yarımlıq müddət ərzində hədəfimiz Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşı olan Çinlə münasibətlərdir və siyasi-iqtisadi müstəvidə bir çox məsələləri müzakirə edəcəyik. Bunun üçün artıq studiyamızda qonaqlarımız da var. Belə ki, Milli Məclisin üzvü deputat Azər Allahveranov bizimlədir. Eyni zamanda həmkarı və Milli Məclisin üzvü deputat Jalə Əliyeva bizimlədir. İqtisadçımız Eyüp Kərimli bizimlədir və siyasi şərhçimiz Aydın Quliyev. Xoş gəlmişsiniz, hər birinizi salamlayıram. Və istərdim biz müzakirəmizə başlamadan əvvəl Prezident İlham Əliyevin məhz Azərbaycanda fəaliyyət göstərən Çinin bir çox şirkətləri ilə bağlı çıxışını dinləyək, daha sonra müzakirəmizə başlayacağıq. Hesab edirəm ki, qazıntı enerji növlərinə malik olan ölkələrin məsuliyyəti əldə etdikləri gəlirləri yaşıl texnologiyaya və yaşıl enerjiyə investisiya etməkdən ibarətdir. Biz məhz bunu edirik. Biz investorlar üçün yaxşı investisiya mühiti yaratdıq. Bizim 2027-ci ilə qədər olan hədəfimiz 2 giqavat həcmində günəş və külək elektrik enerjisini hasil etməkdir. 2030-cu ilə qədər isə bu hədəf 6 giqavatdır. Bu, Azərbaycanda enerji sahəsində bir inqilab olacaq. Onu da qeyd etmək istəyirəm ki, bu layihələrə sərmayə yatıran xarici şirkətlər olan investorlar, o cümlədən Azərbaycandan olan yerli şirkətlər Çin texnologiyasından istifadə edirlər. Günəş panelləri Çində istehsal olunur. İndi bizim heyətlərimiz enerjinin tədarükü imkanları üzərində işləyirlər və biz ən yaxşı batareyaların Çində istehsal olunduğunu müəyyən etmişik. Mən bu möhtəşəm uğur münasibəti ilə Çin istehsalçılarını təbrik edirəm. Çünki burada söhbət məhsulun keyfiyyəti və qiymətindən gedir. Heç kim bu rəqabət apara bilmir. Bəli, Çinlə Azərbaycan münasibətlərini həm siyasi, həm iqtisadi müstəvidə müzakirə edəcəyik. Elə məhz bu istiqamətdə müzakirəmizə Azər bəy ilə başlamaq istərdim. Azər bəy, Çinlə ticarət dövriyyəmiz artıq 2024-cü il üçün 3 milyardı ötüb. Və bu doğrudan da böyük bir göstəricidir. Çin çünki dünya nəhəngidir. Dünyanın 2024-cü ilin statistikasına əsasən ikinci ən böyük iqtisadiyyatıdır. Və bu ölkə ilə Azərbaycan kimi regionda sözünü deyən və artıq bir çox ölkəyə, Avropaya qaz tədarükü edən və tədarükçü rolunu oynayan bir ölkə kimi Azərbaycanın Çinlə münasibətlər qurması və bunu inkişaf etdirməsi iqtisadi və siyasi baxımından paralel olaraq çox əhəmiyyət kəsb edir. Bu istiqamətdə Çin-Azərbaycan münasibətlərinin perspektivini necə görürsünüz? Çox maraqlı sualdır. Çox təşəkkür edirəm. Məsələ bundadır ki, bəli, həqiqətən də bu 33 il ərzində Azərbaycanla Çin arasında olan münasibətlərin müxtəlif segmentlər üzrə, yəni müxtəlif aspektlərini biz nəzər salsaq görərik ki, kifayət qədər artan templə inkişaf etdiyini yəni çox rahatlıqla aşkar eləmək mümkündür. Məsələ bundadır ki, siz sualınızda verdiniz ki, Azərbaycanın Çinlə bu səpkidə münasibətlərin inkişaf etdirməsinə maraq, əslində bu iki tərəfli bir prosesdir. Yəni, siz rəqəmləri də səsləndirdiniz. Təbii ki, ticari dövrə nöqteyi nəzərindən iki dövlət arasında iqtisadi münasibətlər baxımından olduqca vacib bir rəqəmlərdir. Bu, məsələn, bir görünən tərəfi. Görünməyən tərəfi Çinin Azərbaycan üçün, Azərbaycanın Çin üçün maraqlı olması məsələsidir ki, hansı ki, bax, bu rəqəmlərdə müəyyən formada özünü təzahür edir. Amma potensial baxımından biz baxsaq, ən azından bax, bugün keçirilən görüşlər, imzalanan sənədlər və yaxın, hətta bir neçə il ərzində, deyək, çox 33 ilə də getməsək belə, bu 1-2 il ərzində imzalanan sənədlər və təşkil olunan görüşlərdə səslənən bir fikir bilavasitə onunla bağlıdır ki, faktiki olaraq Azərbaycan Çin üçün Avropa bazarına çıxış nöqteyi nəzərindən mühüm əhəmiyyət kəsb edən strateji tərəfdaşlardan biridir və strateji tərəfdaş olmaqla yanaşı Azərbaycan həm də Çin üçün ən etibarlı tərəfdaşlardan biri qismində də özünü büruzə verməkdədir və təbii ki, Çin də bu məsələni xüsusilə qeyd edir. Ən azından biz rəsmi görüşləri ilə bugünkü keçirilən rəsmi görüşlərə nəzər salsaq, orada görərik ki, Azərbaycanı həm də Çin Xalq Respublikasının siyasi rəhbəri, yəni faktiki olaraq həm Çin xalqının, həm də Çinin
böyük dostu adlandırır Azərbaycanı. Yəni bu olduqca vacib bir deməli mesajdır və sizin sadaladığınız istiqamətlərə biz təbii ki, ayrı-ayrılıqda indi görüş veriş zamanı biz nəzər salacağıq, amma bir məsələni tam əminliklə deyə bilərik ki, çox yeganə dövlətlərdən biridir ki, və bəlkə də ola bilər ki, Azərbaycan xarici siyasət kursunda da bəlkə də yeganə nümunələrdən biri kimi də dəyərləndirə bilər ki, bir il ərzində Çinlə bizim aramızda olan zamanında strateji tərəfdaşlıq haqqında bəyannamənin qəbulundan başlayaraq düz bir il ərzində, hətta bir il tamam olmamış deyək də, təqribən 10 ay ərzində çox şaxəli bir münasibətlərin intensiv şəkildə qurulmasının bir şahidi olduq. Və burada tək iqtisadi segmentlər də yox, burada siyasi segmentlər də öz sözünü deməkdədir. Burada müxtəlif elmi dairələr müstəvisində də artıq müəyyən nailiyyətlərə imza atılmaqdadır. Texnologiyaların tətbiqi və digər məsələ və əbəs yerə cənab prezident Sinxuya agentliyinin nümayəndəsinə elə o məsələni vurğulamadı. Xüsusilə də günəş panelləri ilə bağlı, sonra batareyalarla bağlı həm qiymət baxımından çox sərfəli, həm də keyfiyyət baxımından və digər dövlətlər hətta belə rəqabət apara bilmirlər. Yəni bu səpkidə olan münasibətlərin biz ayrı-ayrı aspektlərini nəzərə saldıqda görürük ki, bəli, bir il ərzində strateji tərəfdaşlıq haqqında bəyannamə qəbul olunur və bir il keçməmiş belə artıq hər tərəfli strateji tərəfdaşlıq haqqında mühüm, vacib bir sənədə imza atılır hər iki tərəfdən. Yəni bu olduqca vacib bir göstəricidir və mən xatırlaya bilmirəm bu 33 il ərzində, yəni bu müddət ərzində bax bu şəkildə, bu templə, bu dinamika ilə inkişaf edən münasibətləri mən xatırlaya bilmirəm. Bəlkə ola bilər, indi hörmətli iqtisadçımız da buradadır, siyasi şərhçimiz də buradadır, başqa bir nümunələr də deyə bilərlər. Amma mənim üçün bu olduqca vacib bir göstəricidir və bu səbəbdən də mən hesab edirəm ki, məsələnin iqtisadi mahiyyəti öz yerində, amma burada geosiyasi əhəmiyyəti var və geosiyasi nöqteyi nəzərdən Azərbaycan-Çin və Çin-Azərbaycan üçün olduqca maraqlı və etibarlı və həqiqətən də arxalana biləcək bir tərəfdaşdır. Nə üçün? Çünki sənəddə də, bugün imzalanmış sənəddə də öz əksini tapan bir neçə müddəalar var. Beynəlxalq platformalarda birgə iştirak, ərazi bütövlüyünün tanıması, enerji təhlükəsizliyi layihələrində iştirak, qlobal təhlükəsizliyə töhfə vermək, qlobal sivilizasiyalar arası dialoqun qurulmasında bu iki dövlət arasında bir neçə deməli aspektdə məsələlər xüsusilə vurğulanır. Yəni biz humanitar sahəni də burada ayrıca olaraq qeyd edə bilərik. Təbii ki, media sahəsində də çox ciddi nailiyyətlərə imza atılıbdır və bu baxımdan bax sadaladığım istiqamətlər əslində hamısı geniş potensialın mövcudluğundan xəbər verən istiqamətlərdir. Və əminəm ki, Çinlə Azərbaycanın məhz bu istiqamətlər üzrə həyata keçirəcəyi yaxın bir neçə 10 illiyə hesablanmış strategiyası mövcuddur və həmin strategiyanı uğurlu icra etməsi üçün bugün həmin bu hüquqi bazanın yaradılmasına çox ciddi ehtiyac var idi ki, artıq biz bunu şahidiyik. Aydındır. Azər bəy, Jalə xanım, məhz bu rəqəmlərin görünən tərəf olduğunu qeyd etdi. Bunun pərdəarxası məqamlarından danışdı. Və sizcə bu pərdəarxası məqamlar necədir? Yəni sizin baxışınızdan hansı məqamları vurğulayar? Təşəkkür edirəm və artıq dünəndən bəri ölkə rəhbəri cənab İlham Əliyevin Çin Xalq Respublikasına səfəri həm ölkə gündəmini, həm də dünya gündəmini belə deyək ki, tutur və çox əhəmiyyətli bir yerdə gəlir. Bugün hər kəsin belə deyək ki, fikri, diqqəti Çin Xalq Respublikasındadır. Burada keçirilən görüşlər, burada verilən mesajlar, toxunulan məsələlər əlbəttə ki, sadəcə iki ölkənin deyil, ümumilikdə dəyişən dünya şərtləri altında, dünya nizamı çərçivəsində yeni baxışlar bucağından əlbəttə qiymətləndirilir və çox böyük bir dəyər daşıyır. Hörmətli həmkarım, söylədiyiniz kimi bu görüşlərin, bu əlaqələrin deyək ki, rəqəmlərin arxasında dayanan, görünən tərəflərini qeyd etdi. Əlbəttə ki, iki ölkə arasında, hər hansı iki ölkə arasındakı münasibətlər diplomatik, siyasi münasibətlərə əsaslanır və eyni zamanda onun ayrılmaz bir parçası olan iqtisadi münasibətlərə, iqtisadi əməkdaşlıq və buradan da irəli gələn strateji təhlükəsizlik məsələlərinə qədər də gedib çıxa bilir və elə dünən cənab prezident İlham Əliyevin Çin Xalq Respublikasında çox yüksək səviyyədə qəbul edilməsi və qəbul sırasında Çin Xalq Respublikasının prezidenti tərəfindən, cənab Si Jinping tərəfindən Azərbaycanla, şəxsən cənab İlham Əliyevlə bağlı ifadə etdiyi fikirlər, bu bizim ölkəmizi, Azərbaycanı prezidentimizin timsalında dost bir ölkə olaraq adlandırması elə özlüyündə düşünürəm ki, münasibətlərin həm bugünə qədərki və bundan sonraki bugünə qədərki inkişafı və bundan sonraki inkişaf perspektivlərinə çox böyük bir aydınlıq gətirir.
gətirir və geniş tərkibli heyətlər arası görüşlərdə də toxunulan məsələlər, həm ölkə prezidenti cənab İlham Əliyevin dilindən səslənən fikirlər və mesajlar, həm də Çin Xalq Respublikasının rəhbəri tərəfindən ifadə edilən fikirlərin hər birindən yola çıxaraq deyə bilərik ki, bugün Azərbaycan və Çin bir-birlərinin ərazi bütövlüyünü və suverenliyini bir mənalı olaraq müdafiə edən və bu suverenliyin və ərazi bütövlüyünün təminatını vermək üçün səfərbər olmağa hazır olan iki ölkədir. Eyni zamanda hər iki ölkə separatizmi, dini baxımdan, digər baxımlardan ayrı seçkiliyi, ərazi bütövlüyünün təhdid edən hər hansı bir, deyək ki, təşəbbüsü və bu kimi deməli irəli atıla biləcək hər hansı bir addımları pisləyir və bu sahədə də əməkdaşlıq etməyə hazırdır. Eyni zamanda Azərbaycan və Çin arasında hələ ötən il Astanada imzalanan deməli tərəfdaşlıq bəyanatının da biraz əvvəl hörmətli həmkarım qeyd etdi, müddəaları yenə də Çini və Azərbaycanı əhəmiyyətli bir partnyor kimi, əhəmiyyətli bir strateji tərəfdaş kimi bugün belə deyək ki, dünya siyasətində, dünya diplomatiyasında əhəmiyyətli bir nöqtəyə gətirib çıxardır. Bugün söyləndiyi kimi Avropaya nəql edilən yüklər Azərbaycan üzərindən gəlib keçir. Bugün Azərbaycan şərq ilə qərbin arasında, cənub ilə şimalın arasında çox əhəmiyyətli bir nöqtədir və bugün Azərbaycanda bərqərar olan stabillik, əminamanlıq, sülh və Azərbaycanın sadəcə özü üçün deyil, bölgəyə və dünyaya ixrac etdiyi ideologiya, ideyalar əlbəttə ki, Azərbaycana daha ciddi yöndən yanaşmanı, belə deyim ki, gündəmə gətirir və Azərbaycanı bütün ölkələr Çin Xalq Respublikası kimi böyük bir, belə deyək ki, iqtisadi potensialı olan bir ölkə də əlbəttə ki, Azərbaycanı özünə bir tərəfdaş kimi görür. Bunlar da əlbəttə görüşlərin həm görünən, həm də görünməyən tərəfləridir və düşünürük ki, bu görüşlərdə bugün səhərdən başlanan istər iki tərəfli görüşlərdə, istər prezidentlər səviyyəsində görüşlərdə, istər geniş tərkibli görüşlərdə və daha sonra cənab prezidentin Çin deməli mətbuat orqanına verdiyi açıqlamada toxunulan məsələlərin hər birinin arxasında Çin ilə Azərbaycan arasındakı münasibətlərin bundan sonra bugünə qədər olduğu kimi təməli hələ deməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş olan bu münasibətlərin bundan sonraki daha yüksək templə inkişafı məsələləri ən əhəmiyyətli bir yerdə gəlir. Aydındır. Eyüp bəy, gəlin bu məsələnin əsas tərəfinə, iqtisadi tərəfinə baxaq. Bu məsələdən danışanda da kəmər və yol layihəsini xüsusilə qeyd etmək lazımdır. Aydın belə bu məsələnin siyasi müstəvisinə toxunacağıq. Çünki geosiyasi proseslər fonunda paralel olaraq ondan da danışmaq vacibdir. Amma gəlin, məhz Çinin Avropaya çıxışında Azərbaycanın rolu Çin üçün nə deməkdir? Biraz da bu istiqamətə dəyərləndirək. Ümumiyyətlə, məlum olduğu kimi bizim Çinlə tarixi, iqtisadi əlaqələrimizin dərin tarixi kökləri var. Demək olar ki, 2500 il bunun belə deyək, tarixi kökləri var və qədim İpək yolundan bu tərəfə Çin-Azərbaycan iqtisadi münasibətlərin formalaşması və qarşılıqlı əlaqəsi gedir. Sözsüz ki, bugün bilirsiniz ki, Çin Avropanın əsas ticari tərəfdaşıdır və Çinin Avropaya idxalı 800 milyard dollara yaxındır və bunun əsas hissəsi sözsüz ki, gələcəkdə ölkəmizin ərazisindən keçə bilər və orta dəhlizin imkanlarının genişlənməsi və Azərbaycanın unikal coğrafi mövqeyi onu belə deyək də daha da əhəmiyyətli edir və onun bir əsas komponenti kimi orta dəhlizin əhəmiyyətini artırır. Digər tərəfdən sözsüz ki, burada həm də Azərbaycanın hub qismində formalaşması, geniş infrastruktur imkanlarının genişləndirilməsi, yük daşıma və yük aşırma infrastrukturunun yaradılması ölkəmizin belə deyək, hub imkanlarını və tranzit logistika imkanlarını genişləndirir. Bu həm Ələtdə bilirsiniz ki, dəniz limanı, həm ölkəmizin beynəlxalq hava limanları, həm kifayət qədər Bakı-Tbilisi
Bakı-Tbilisi-Qars dəmir yolunun imkanları və gələcəkdə Zəngəzur dəhlizinin belə deyək, fəaliyyətə başlaması bu ticari dövriyyəsinin və iqtisadi əlaqələrin Avropa-Çin iqtisadi münasibətlərin daha da genişlənməsinə və dövriyyənin artmasına unikal imkanlar yaradır. Bir daha onu da vurğulamaq istəyirəm ki, bilirsiniz ki, həmçinin şimal-cənub istiqaməti üzrə də logistika və nəqliyyat xətlərinin Azərbaycandan keçməsi bu ölkəmizi daha da bu istiqamətdə cəlb edici edir. Hesab edirəm ki, gələcəkdə Çindən Avropaya daşınan belə deyək, yüklərdən Azərbaycan həm logistika və tarifləri formasında, tranzit haqları formasında bəhrələnə bilər. Ölkəmizin büdcəsi bu sözsüz ki, qeyri-neft sektorunun inkişafının və nəqliyyat sektorunun inkişafına əhəmiyyətli təsir edəcəkdir. Digər tərəfdən hesab edirəm ki, Azərbaycan öz ərazisində reeksport imkanlarını daha da genişləndirə bilər. Bu nə deməkdir? Yəni Çinin bəzi müəssisələri, belə deyək, yüngül sənaye, qida və digər texnoloji müəssisələri Azərbaycanda qurulmaqla buradan təkrar belə deyək, Avropaya, hətta Azərbaycan brendi altında da ixrac edilə bilər ki, bu da ölkəmizin sənaye potensialının artırılmasına daha əhəmiyyətli təsirlər göstərir. Bilirsiniz ki, bugün Çin həm də dünyanın texnologiya ixracatı üzrə əhəmiyyətli ölkələrindən hesab edirik ki, lideridir və biz bugün bilirsiniz ki, ölkəmizin yaşıl enerji strategiyasını daha da gücləndirir və bu baxımdan qeyd olunduğu kimi və cənab prezident də indiki müsahibəsində də qeyd etdiyi kimi bəzi hallarda biz bu cür texnoloji istehsalların, günəş panellərin və digər alternativ bərpa olunan enerji üzrə digər texnoloji imkanların və məhsulların ölkəmizdə də istehsalını tətbiq edə bilərik və bu da sözsüz ki, bizim ölkəni Çin investorlar üçün daha da cəlb edici edə bilər. Bu baxımdan əlbəttə ki, bilirsiniz, bizim Çinlə iqtisadi əlaqələrimizin dinamikasını biz nəzər yetirsək, 2022-2023-cü il daima artım müşahidə olunur. Ötən il 2024-cü ildə rekord səviyyədə artım müşahidə olunub 21%-ə yaxın və 3 milyard 740 milyon dollardan çox olmuşdur. Və bu da onu demək əsas verir ki, bizim iki tərəfli iqtisadi münasibətlərin geniş potensialı var və bu potensial daha da hesab edirəm ki, yol infrastrukturunun və orta dəhlizin potensialının və infrastrukturunun genişlənməsinin daha da böyük imkanlar əldə edəcəkdir. Bu məsələyə gələcək təkcə tranzit olaraq deyil, yaşıl keçidlə bağlı da Azərbaycan əslində iqtisadiyyat baxımından Çinə çox lazımlı tərəfdaşlardan biridir. Aydın bəy, gələk konkret bir suala. Baş verən geosiyasi proseslər fonunda Azərbaycan Çinə niyə lazımdır, Çin Azərbaycana niyə lazımdır? Sözsüz ki, həm iqtisadi, həm də geosiyasi nöqteyi nəzərdən Azərbaycanla Çinin bir-birinə çox böyük ehtiyacları var. Əlbəttə, burada iqtisadi amillərin də təsiri böyükdür, geostrateji amillərin də təsiri böyükdür. Bu başdan deyim ki, iqtisadi və geostrateji amillərin arasında seçim aparmaq, iqtisadi amillər həll edicidir, geostrateji amillər qeyri-həll edicidir və yaxud da təhsilə kimi yanaşmalar ortaya qoymaq səhv olar. Bunların hər ikisini Çinlə Azərbaycan münasibətlərinə söhbət gedəndə eyni səviyyədə və ayrılmaz faktorlar kimi götürmək lazımdır. Çini Azərbaycana həm iqtisadi faktorlar bağlayır, həm də geosiyasi faktorlar. Məsələn, yalnız iqtisadi faktorlardan yanaşanda Çinin Azərbaycana iqtisadi olaraq nə qədər böyük asılılığa ehtiyac ola bilər. Amma Azərbaycanın Çindən çox böyük iqtisadi asılılığı var. Əməkdaşlıqdan Azərbaycan çox böyük fayda götürə bilər. Sənaye sahəsində, texnoloji sahədə və s. Amma geostrateji nöqteyi nəzərdən yanaşanda Azərbaycanın Çindən nə qədər asılılığı ola bilər? Çox az. Amma Çinin Azərbaycandan çox böyük asılılığı var. Beləliklə, Çin ilə Azərbaycanın bir-birinə ehtiyacı, möhtaçlığı bir növ böyük dəryanın quru parçasının münasibəti kimidir. Böyük dəryanın bir quru torpağa nə qədər ehtiyacı varsa, o parça quru torpağın da dəriyə böyük ehtiyacı var. Yəni, Çin nə qədər böyük iqtisadiyyat olmuş olsa da, son illər dünyada cəryan eləyən o geostrateji proseslər aydın sübut elədi ki, alternativlər olmasa Çin bu böyük iqtisadiyyatı dünyaya təqdim eləyə bilməyəcək. Qırmızı dənizdə baş verən hadisələr, İsrail-Qəzza müharibəsi, Yəməndəki hadisələr, Süveyş kanalında yaranmış böyük təhlükələr aydın məsələdir ki, Çinin ixrac imkanlarını xeyli dərəcədə məhdudlaşdırır. İkincisi,
Rusiya-Ukrayna müharibəsi ilə bağlı Çinin Rusiya üzərindən ixracı demək olar ki, sıfıra düşdü. Və ona görə ilkin mərhələdə Çin Avropaya özünün ixracını müəyyən qədər Qazaxıstan üzərindən ötürmək istədi. Amma Qazaxıstan hara çıxacaq? Qazaxıstan da Rusiyanın ərazisi ilə Avropaya çıxmaqda çətinlik çəkir. Çünki Avropanın Rusiyanın əlaqəsi ümumiyyətlə kəsilmək üzrədir. Belə şəraitdə həm Qazaxıstanın, həm də Çinin özünün geostrateji açılım üçün məhz Azərbaycana və Qafqaza böyük ehtiyacları əmələ gəlir. Üçüncü bir tərəfdən sizə deyim ki, Azərbaycanın və Çinin bu geostrateji olaraq oxşar bir bölgədə yerləşməsi də taleyin qismətidir. 1000 illərlik tarixi olan Azərbaycan deyildi. Böyük İpək yolunun üstündə yerləşmələri. Böyük İpək yolunun başlığında Çin idi. Onun ortasında Azərbaycandır, Qafqazdır, Mərkəzi Asiya ölkələridir və sonu gedib çıxırdı Bizansa, Avropaya, ən qədim dövrlərdə. Və 90-cı illərin əvvəllərində Azərbaycan, rəhmətli Heydər Əliyev bu İpək yolunun bərpası məsələsini yenidən qaldıranda Azərbaycan bir layihə var idi, Avropa ilə Mərkəzi Asiyanın birləşdirilməsi layihəsi. Onu əsrin əvvəllərində, 21-ci əsrin əvvəllərində yenidən ortaya gətirəndə məhz Çinin o bir kəmər, bir yol layihəsi üçün bir növ fundament qoydular. Məsələn, əgər vaxtı ilə Azərbaycan, deyək ki, Traseka layihəsinə imza atmasaydı, Avropanı, Qafqazı və Mərkəzi Asiyanı birləşdirən əsrin əvvəllərində, hələ Heydər Əliyevin dövründə, Traseka layihəsinə imza atmasaydı, ondan sonra orta dəhliz, yəni Rusiyadan, İrandan yan keçən bu dəhlizin müəyyən infrastrukturları yaradılmasaydı, Ayıb mənim dediyi kimi o azad iqtisadi zona, dəmir yolları, aeroportlar filan, bunlar yaradılmasaydı Çinin bir kəmər, bir yolu qərbə doğru, yəni Avropaya doğru işləyə bilməzdi. Çinin həmin layihəsi olsa ancaq Cənub-Şərqi Asiya ölkələrinə yönələ bilərdi, Vyetnama yönələ bilərdi, Singapura, Malayziya və s. Amma bunun daha uzun bir şaxəsi, yəni Azərbaycan üzərindən Avropaya getməsi, ancaq və ancaq Azərbaycanın uzaqgörənliyi ilə həyata keçirdiyi həmin layihələrin sayəsində mümkün oldu. Və bugün bütün dünya başa düşür, Çin də yaxşı başa düşür ki, Qırmızı dənizdə yaranmış təhlükə, Rusiyanın ərazisindən Avropaya nəqlin imkansızlığı Azərbaycanı Çin üçün ən əlverişli alternativə çevirir. Həm zaman baxımından, çünki Süveyş kanalından gedəndə hardasa bir aya qədər Avropaya gedib çatan yük, indi artıq 18-12 günə gedib çatacaq Avropaya və bütün nöqteyi nəzərlərdən Azərbaycan Çinə xüsusilə də lazımdır. Eyni zamanda eyni məkandan çıxıblar, hər ikisi köhnə sosializm düşərgəsinə məxsus olan ölkələrdir. Bunun böyük amil təsiri var. Eyni zamanda hər iki ölkənin dünyada apardığı siyasətin prinsipləri üstündə düşür. Ölkələrin bir-birinin daxili işlərinə qarışmaması. Azərbaycan da bundan uzun illər əziyyət çəkib, çünki bir sürü ölkələr içimizə müdaxilə eləyib. Çin bundan indiyə qədər də bundan əziyyət çəkir, onun daxili işlərinə müdaxilələr və ölkələrin daxili işlərinə müdaxilənin yol verilməzliyi prinsipi bu iki ölkənin bir-birinə təbii müttəfiq eləyib. Eyni zamanda iki ölkənin dünyada sülh və təhlükəsizlik mövqeyindən ardıcıl şəkildə çıxış eləməsi məhz bu ölkələrin taleyi birləşdirir. Çin böyük ölkə olmağına baxmayaraq, amma tarixən o qədər Çini baskı altında saxlayıblar ki, o ölkə yazıq 1 milyard əhalini ancaq dolandırma haqqında fikirləşir. Bu qədər əhalisi olan ölkə müharibə istəməz. O ancaq dinçlik istəyir, iqtisadiyyat istəyir ki, əhalini saxlasın. Azərbaycan da illər boyu Ermənistanın təcavüzü altında olduğuna görə sülhə bağlılıq prinsipi Azərbaycan üçün əbədi seçilmiş prinsipdir. Azərbaycan bəlkə də heç kimlə müqayisə olunmayacaq səviyyədə sülhə bağlı bir ölkədir. Bu da bu ölkələrin taleyini eyniləşdirir. Eyni zamanda Çinin davam edən müharibələrdə, məsələn Qarabağ müharibəsində və yaxud da ki, Çinin özünün Tayvan problemində Azərbaycandan aldığı dəstək əvəzsizdir. Azərbaycan bu günlə bunu qətiyyətlə deyil, hətta imzalanmış bəyannamədə də bu var. Tayvanı Çinin tərkib hissəsi kimi tanıyırıq və Çin də aydın şəkildə yazıb və ona da imza atıblar ki, bu gün Azərbaycanın bölgədə apardığı sülh gündəmini biz qətiyyətlə və birmənalı müdafiə edirik. Bilirsiniz, Ermənistan indiki şəraitdə Çinə çox böyük lağımlar atmağı, Çinlə yaxınlaşmağa cəhd göstərdiyi bir vaxtda Çinin bu bəyanatı ortaya qoyması və ona imza atması ki, Azərbaycanın sülh gündəmini birmənalı və qətiyyətlə dəstəkləyirik. Bu bilirsiniz, əvəzsiz yanaşmadır və təbii ki, iki ölkənin bir-birinə həqiqətən geostrateji olaraq möhtəc olduğunu göstərən amildir. Və nəhayət sonuncu yekunlaşdırıram. Burada bir türk faktoru da var. Biz bilirik ki, illər boyu, bəlkə də hələ əsrlər boyu Türkiyə ilə Çinin arasında münasibətlər soyuq olub. Bu, Çində böyük türk diasporunun olması ilə bağlıdır, Uyğurlarla bağlıdır. Hələ bu gün də Türkiyə ilə məsələn Çinin arasında o qədər
qarşılıqlı və isti etimaddan hələ danışmaq tezdir. Belə şəraitdə Azərbaycan bütün türk dünyası ilə və birinci növbədə Türkiyə ilə Çinin arasında bağlayıcı bir nöqtəyə çevrilir. Çin başa düşür ki, ortada həm Azərbaycan var, həm də Azərbaycanın üzərindən Avropaya çıxış bir Qara dənizdən mümkündür. Bir də quru yolla Türkiyənin üzərindən mümkündür. Məcbur ki, Türkiyə ilə münasibətləri yaxşı saxlasın. Həm də yeri gələndə bəli, Azərbaycan bu iki ölkənin danışıqları üçün bir platformada təqdim edə bilər. Beləliklə, geostrateji amillər də, iqtisadi amillər də hər ikisi Çini və Azərbaycanı bir-birinə qətiyyətlə demək olar ki, əbədi bağlamış amillərdir. Aydındır. Aydın bəy uzun müddətli perspektivdən yanaşdı və çox tərəfli münasibətlərdən toxundu. Biz müzakirəmizə elə çox tərəfli əməkdaşlıq və münasibətlər zəminində istərdim davam etdirək, amma təklif edirəm, məhz dövlət başçısının Çin dövlət qurumları, Çin partiyası ilə Azərbaycan dövlət qurumları arasındakı qurulan münasibətlərlə bağlı bir çıxışı var. Həmin çıxışı dinləyək, daha sonra müzakirəmizi davam etdirəcəyik. Я рад, что наши с вами встречи носят регулярный характер и придают важный импульс развитию всесторонних отношений между нашими странами. Особо хотел бы отметить взаимную поддержку в международных структурах, поддержку территориальной целостности и суверенитета наших стран, что выражается в различных документах, которые принимаются на двустороннем уровне. Также хотел бы отметить активную дипломатию на уровне министерств, ведомств, государственных структур, общественных организаций наших стран, плодотворное сотрудничество между Коммунистической партией Китая и партией Новый Азербайджан. Все это укрепляет наши связи. Мы рады тому, что товарооборот между нашими странами растет, достиг 3 миллиардов долларов и имеет потенциал к росту. Азербайджан уже открыл в 6 городах Китая торговые дома, тем самым старается продвигать свою продукцию на китайский рынок. Ну и также мы с удовольствием видим рост экспорта из Китайской Народной Республики в Азербайджан. Bəli, dövlət başçısının çıxışını dinlədik və Azərbaycanın dövlət qurumları ilə Çinin dövlət qurumları arasında qurulan münasibətlərdən danışdı və xüsusilə partiyalar arasındakı münasibətləri qeyd etdi. Azər bəy, sizinlə davam edək. Elə Aydın bəyin yarımçıq qoyduğu istiqamətdən çox tərəfli münasibətlərdən danışaq. Bugün Azərbaycan Çinlə iki tərəfli münasibətlərdən əlavə həm də təşkilatlar çərçivəsində beynəlxalq müstəvidə əməkdaşlıq edir. Sizcə bu əməkdaşlığın genişləndirilməsi və ümumiyyətlə dediyi kimi Aydın bəyin digər ölkələrlə hansısa formatda ərsəyə gəlməsi üçün hansı addımlara mı deyək, hansı mexanizmə mi deyək, ehtiyac varmı ümumiyyətlə? Şübhəsiz ki, ehtiyac var və praqmatik düşüncə bunu tələb edir ki, müxtəlif platformalar üzərində öz fəaliyyətini quran beynəlxalq təşkilatlarda da əməkdaşlıq davam etdirilsin. Xüsusilə də Azərbaycanla Çin arasında olan əməkdaşlıqda mənim hörmətli həmkarlarım həm Aydın müəllim ayrı-ayrılıqda, həm də digər həmkarlarım çox vacib məqamlara toxundu və siz fikir verirsiniz, bütün məqamların əsas qayəsini təşkil edən oldu ki, Çinlə Azərbaycan və Azərbaycanla Çin arasında olan bağların əsas mahiyyəti bir-birinin təşəbbüsünə dəstək olmaqdan qaynaqlanır. Yəni, Azərbaycan irəli sürdüyü təşəbbüslər hər zaman Çin tərəfindən dəstəklənibdir. Müxtəlif platformalarda. Bu tək beynəlxalq təşkilatlar formatında da yox. Müxtəlif samitlər, müxtəlif forumlar, beynəlxalq konferanslarda hər zaman Çin Azərbaycanın təşəbbüslərinə dəstək verici bir mövqe sərgilibdir. Bunun səbəbi nədir? Çünki Azərbaycanın irəli sürdüyü təşəbbüslər bu bütövlükdə Avrasiya qitəsinin ümumi maraqlarına töhfə verə biləcək bir təşəbbüslərdir. Bu, tək Azərbaycanın maraqları yoxdur. Burada hansısa bir merkantil bir düşüncə tərzi yoxdur. Azərbaycanın fikir verin. Çin Xalq Respublikasının siyasi rəhbəri nə deyir? Deyir ki, Azərbaycanın təşəbbüsü olan böyük ipək yolu. Azərbaycanın təşəbbüsü olan böyük ipək. Nə üçün? Çünki bəli, 90-cı illərin əvvəllərində Azərbaycan
ulu öndəri İlham Heydər Əliyev tərəfindən irəli sürülmüş, olduqca vacib bir qabağa hesablanmış, gələcəyə hesablanmış bir pragmatik bir siyasətin bariz nümunəsini biz gördük. Böyük İpək Yolu layihəsinin dilə gətirilməsində və bununla da bağlı onun ayrı-ayrı segmentlərinin həyata keçirilməsində. Hətta o dönəmdə də, ulu öndərin dönəmində də müxtəlif qərb qüvvələri çalışırdı ki, Bakı-Tiflis-Qars məsəl üçün layihəsinin reallaşmasının qarşısını alsın. Yəni müxtəlif yollarla sərmayə də söz vermişlər, sonra dayandırdılar, sonra başladılar müəyyən mənada boykot eləməyə. Amma yenə də Azərbaycan bu məsələdə çox əminliklə öz siyasi iradəsini qoydu ortalığa və bu layihənin reallaşmasına xidmət edə biləcək bütün resurslarını səfərbər eləyə bildi. Və resurslar səfərbər olunan zaman eyni zamanda beynəlxalq tərəfdaşlar da bu prosesdə fəallaşır. Təbii ki, bizim üçün önəmli olan bu layihə nöqteyi nəzərdən Gürcüstan, Türkiyə faktoru bu danılmazdır və bir qədər də Cənubi Qafqaz hüdudlarından kənara çıxsaq, biz görürük ki, artıq digər iştirakçılar da, o cümlədən də Çin də bu prosesdə kifayət qədər fəal oldu. Təbii ki, o alternativlərin itirildiyi, o yük daşımalarda o imkanların məhdud olduğu bir şəraitdə Çin üçün Azərbaycan və Azərbaycan üzərindən Cənubi Qafqaz və Cənubi Qafqaz üzərindən Trans-Anadolu nəqliyyat marşrutu və üzü Avropa istiqamətində bu olduqca həyati əhəmiyyət daşıyan bir layihədir. Amma baxın, bu iqtisadi zəmində baş verən layihədirmi, yoxsa həm də geosiyasi nöqteyi nəzərdən? Təbii ki, geosiyasi nöqteyi nəzərdən də olduqca vacibdir. Amma geosiyasi nöqteyi nəzərdən bu kimi səylərin dəstəklənməsi üçün nə etmək lazımdır? Beynəlxalq platformalarda və beynəlxalq deməli müxtəlif təşkilatlar daxilində də yenə də qarşılıqlı hörmət və qarşılıqlı etimad prinsiplərinə söykənən və ən başlıcası bərabərlik prinsiplərinə söykənən bir münasibətlərin sərgilənməsi ki, biz Azərbaycan Çin arasında bunu görürük. O ki qaldı, konkret olaraq təşkilatlara gəldikdə, təbii ki, Şanxay Əməkdaşlıq Təşkilatında Azərbaycanın rolu getdikcə artmaqdadır və Şanxay Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlər müxtəlif layihələr vasitəsilə, iqtisadi layihələr vasitəsilə, geosiyasi bağlar vasitəsilə Azərbaycanla münasibətlərin inkişaf etdirilməsində olduqca maraqlıdırlar. Və burada təbii ki, Şanxay Əməkdaşlıq Təşkilatında əsas fiqurlardan biri təbii ki, Çindir. Digər bir formatlara baxaq, misal üçün BRICS-ə baxaq. BRICS-də də yenə də Azərbaycanın üzv olma məsələsində yenə də Çin təşəbbüslə çıxış eləmişdir. Ən azından Azərbaycan bu istəyinin dəstəkləyən bir tərəf qismində öz sözünü demişdi, qəti sözünü demişdi. İndi bu istiqamətdə də müəyyən proseslər getməlidir. Sonra Asiyada etimad təsisatı var, orada Azərbaycanın sədri eləyibdir. Yəni bu da olduqca vacib bir platformadır. Yəni burada da biz yenə də Çinin hər zaman Azərbaycanın və Azərbaycanın Çin yanında olduğunun şahidi oluruq və ən başlıca mənim üçün mühüm əhəmiyyət kəsb edən formatlardan da biri təbii ki, Təhlükəsizlik Şurası formatıdır. Çünki BMT-nin 5 dövlətdən biri olan Çin çox Azərbaycan ərazi bütövlüyü ilə bağlı, Azərbaycan reallıqlarının qəbul olunması, Azərbaycan reallığının dünyaya çatdırılması məsələlərində və Azərbaycanla bağlı bir praqmatik xarici siyasət kursunun qurulmasının birbaşa maraqlı olan tərəf qismində çıxış etməsi olduqca vacibdir. Həm də Təhlükəsizlik Şurasının digər üzvləri üçün də bir örnək mahiyyət daşıyan bir deməli hadisədir. Yəni müxtəlif platformalara biz baxsaq, görürük ki, burada ən önəmli amil nədən ibarətdir? Azərbaycan Avrasiya qitəsində təbii ki, bunun bizim üçün əsas döyülən ürəyi olan Cənubi Qafqaz bölgəsi. Cənubi Qafqaz bölgəsindən də bir qədər də geniş areala çıxdıqda bir çox dünya nizamında bugün daha çox özünü bürüzə verən regionlaşma fenomeninin və bu regionlaşma prosesinin müxtəlif spektrlər üzrə Azərbaycanın bu prosesdə iştirak etdiyini biz şahidi oluruq. Və bu o deməkdir ki, Azərbaycan yeni konfigurasiya qurmaqdadır və bu yeni konfigurasiyanın qurulmasında təbii ki, özünün strateji tərəfdaşları olan, o cümlədən də deməli Çinə arxalanır, Çindən dəstək alır və Çinin bilavasitə iştirakı ilə həmin ümumbəşəri mahiyyət kəsb edən bir çox təşəbbüslərin həyata keçirilməsində yaxından iştirak edir. Aydındır. Jalə xanım, Azərbaycanda 300-dən çox Çin şirkəti fəaliyyət göstərir və Çinin 4 şəhərində də Azərbaycan evi var, Azərbaycan mədəniyyət evi var. Bu kimi belə desək, atılan addımlar Azərbaycanla Çin mədəniyyətlər arası belə desək, məsafəni qısaldır. Daha da belə desək, xalqlar arasında mədəniyyətin inteqrasiyasını intensivləşdirir. Bəs nə düşünürsünüz? Hansı sahələrdə başqa əməkdaşlığın intensivləşdirilməsinə ehtiyac var iki ölkə arasında? Təşəkkür edirəm sual üçün. Veriliş boyu dəyərli həmkarlar artıq toxundular Böyük İpək Yolu faktoruna.
birinci növbədə Azərbaycan ilə Çini tarixi yol olan İpək yolu birləşdirir və bu İpək yolunun yenidən dirçəldilməsi və yeni əsrin gündəminə gətirilməsinin arxasında əlbəttə ki, Azərbaycan xalqının böyük oğlu Ulu Öndər Heydər Əliyevin adı, imzası dayanır və heç təsadüfi deyil ki, bu məsələ də elə bugünkü görüşlərin, belə deyək ki, mövzusuna çevrildi, ana xətlərindən biri oldu. Və biz Çin ilə Azərbaycan arasında geostrateji münasibətlər, iqtisadi münasibətlər, diplomatik münasibətlər, siyasi münasibətlər haqqında danışırıq. Çinin Azərbaycanı Birləşmiş Millətlər Təşkilatını Təhlükəsizlik Şurasında dəstəkləyən ölkələrdən biri və birincisi olduğu haqqında danışırıq. Eyni zamanda Azərbaycanla Çin arasındakı 90-cı illərin ortalarından etibarən qurulmuş olan və durmadan inkişaf edən münasibətlərdən danışırıq və əgər daha hansı aspektlərdə inkişaf edə bilərsə sualına cavab verəcəksə, biz yenə də bir məsələyə mütləq burada toxunmadan keçməməliyik. Bugün Azərbaycanın apardığı siyasət ümumiyyətlə son 30 ilə yaxın müddətdə təməli Ulu Öndər Heydər Əliyev tərəfindən başlanan və çox böyük bir uğurla ölkə prezidenti tərəfindən, cənab İlham Əliyev tərəfindən davam etdirilən İstər daxili siyasət, istər xarici siyasət Azərbaycanı bugün sadəcə bölgənin deyil, dünyanın bir mənalı olaraq bir fenomeninə çevirir və çevrilmişdir artıq və bugün Azərbaycan elə bu günlərdə təqribən bir həftə 10 gün bundan əvvəl mən çox milyonlu tamaşaçılarımızın diqqətini biraz uzağa yönəltmək istəyirəm. ADA Universitetində cənab prezidentin toxunduğu məsələlər, verdiyi açıqlamaların hər birinin arxasında demək olar ki, Azərbaycanın hər bir dünya ölkəsi ilə və qurumlarla, beynəlxalq təşkilatlarla münasibətlərinə açıq bir şəkildə mövqe nümayiş etdirildi. Və bu mövqeyin özü Azərbaycanı üstün bir yerə gətirib çıxarır dünya ölkələri ilə münasibətdə, sadəcə Çinlə deyil. Və bu mövqenin özü bir daha onu deməyə əsas verir ki, Azərbaycan artıq sadəcə özünə xas olan bir diplomatiya platforması və portfeli yaradıb və bu portfeldə, bu platformada qoyduğu, irəli sürdüyü fikirlər və ideyalarla dönmədən irəliyə gedir. Və məhz bu cəhətləri də bugün Azərbaycanı və Azərbaycanın rəhbərini bir dünya lideri səviyyəsinə gətirib çıxarır. Bunu biz birmənalı olaraq deməliyik. Bunu biz Azərbaycanlı olduğumuz üçün demirik. Bu həqiqətdir, bu görünən bir həqiqətdir ki, bugün dəyişən dünya nizamı altında biraz əvvəl də qeyd etdik. Azərbaycan öz mövqeyini, öz doğru mövqeyini irəli sürə bilir və diktə edə bilir. Və gəlirəm sizin toxunduğunuz məsələyə, kökünü tarixi İpək yolundan alan mədəni əlaqələrimiz, humanitar əlaqələrimiz haqqında da danışmalıyıq və əlbəttə ki, bütün münasibətlərin bütün digər sahələrində inkişafdan söhbət getdiyi kimi, bugün imzalanan 21 sənəddə toxunulan məsələlərdən, məsələlərin içərisində əlbəttə ki, humanitar sahədə, mədəni sahədə də əməkdaşlıq əhəmiyyətli yerdə gəlir və zaten mədəni əlaqələri bərqərar edib inkişaf etdirmədən digər münasibətlərin də inkişafından söhbət gedə bilməz. Çünki mədəniyyət elə bir sahədir ki, birinci növbədə xalqları, ölkələri, millətləri, deyək ki, mədəniyyətin ayrı-ayrı nüansları, ayrı-ayrı sahələri bir araya gətirə bilir, birləşdirə bilir. Daha sonra deyək ki, dünya şərtlərinin və hər bir ölkənin gündəlik həyatının digər sahələri demək ki, daha sonra bu insanları, bu ölkələri birləşdirə bilir. Ona görə də Çin ilə Azərbaycan arasında bundan sonraki deməli perspektivdə mədəni əlaqələrin inkişaf etdirilməsi, mədəniyyətin çox müxtəlif sahələrində protokolların imzalanması, eyni zamanda humanitar sahədə əlaqələrin inkişaf etdirilməsi də düşünürük ki, bu səfər çərçivəsində çox əhəmiyyətli bir yerdə gəlirdi və biz bundan sonra ticarət əlaqələrimizin, iqtisadi əlaqələrimizin inkişafında böyük bir irəliləyiş görəcəyimiz kimi və bununla bağlı da hər iki ölkə prezidentinin dilindən çıxan ifadələrdə olduğu kimi böyük layihələrə imza atacağımız kimi eyni zamanda mədəni, humanitar sahədə də və bunun daha sonra gərəkdirdiyi digər sahələrdə də biz əməkdaşlığımızı inkişaf etdirəcəyik.
Aydındır. Balaca, çox qısaca. Bəli, buyurun. Hörmətli Jalə xanım, mədəniyyətlər arası dialoq məsələsinə xüsusi bir belə işarə elədi. Bu olduqca vacibdir. Yəni dövlətlər arası bağları daha da güclü edən tək iqtisadi və siyasi bağlar deyil, o cümlədən də mədəniyyətlər arası dialoq baxımından da o vacibdir. Və burada başqa bir komponent var. ADU Universitetində edilən çıxış barədə danışdı. Hörmətli cənab prezident tərəfindən dilə gətirilən bir məqam var idi. Deməli, orada nə idi? İctimai diplomatiya ilə bağlı. Bugün siz sual verdiniz ki, hansı istiqamətlərdə əlaqələrin daha da inkişaf etdirilməsinə bugün ehtiyac var? Mən düşünürəm, həm də iki dövlətin ictimai birliklər, vətəndaş cəmiyyəti institutları arasında əlaqələrin inkişaf etdirilməsinə ehtiyac var. Burada həqiqətən də çox ciddi potensiallar var və bu siyasi iradəni ortağa qoymaqla biz buna nail ola bilərik. Bəs o ictimai diplomatiyanın konsepsiyasının, fəlsəfəsinin həyata keçirilməsi baxımından. Hətta mən bura beyin mərkəzlərini də əlavə edərdim. Şübhəsiz, bir mənalı. Əyyub bəy, ÜDM 17,2 trilyon dollar olan bir ölkədən danışırıq. Biz artıq demək olar ki, bir saata yaxındır və artıq Çinin ticari nəhəngliyi artıq konkretdir. Belə bir ölkənin əlbəttə ki, hər şeyin mərkəzində həm də texnologiya dayanır desək, yanılmarıq və hər bir sahəsinə artıq bu texnologiyanı tətbiq etməyə çalışır Çin. Artıq belə bir dövrdədir və enerji, belə desək, təminatında da, enerji istehsalında da bu texnologiyanın tətbiqinə çalışan birinci ölkələrdən biri idi. Hətta belə ki, yaşıl enerjiyə keçidlə bağlı da ən böyük potensialı olan ölkədir. Və bu istiqamətdə Çinlə Azərbaycanın potensialından danışsaq, yaşıl keçidlə bağlı əməkdaşlıq artıq müzakirə mövzusudur iki ölkə arasında. Qarabağın 2020-ci ildən və möhtəşəm zəfərlə azad edilməsindən sonra işğaldan azad edilmiş torpaqlarda məhz yaşıl enerji potensialını dəyərləndirsək, o ərazilərə Çinli investorların cəlbi ilə bağlı hansı qənaətə gəlmək olar? Bugün dünya trendini müəyyənləşdirən Çinin həm də texnologiyalarıdır. Bu həm belə də ekoloji təmiz texnologiyalar, həm yaşıl enerji və alternativ bərpa olunan enerji ilə bağlı həm belə deyək, nəqliyyat sektorunda, həm digər sektorlarda Çin artıq lider mövqelərə çıxmışdır. Sözsüz ki, bu baxımdan ölkəmizin Çinlə tərəfdaşlığı və iqtisadi əməkdaşlığı daha önəmlidir. Biz onu da qeyd edək ki, bugün Çində həm də 1,5 milyard əhali yaşayır və bu Çin özü də böyük bir bazardır. Və bu baxımdan əlbəttə ki, iqtisadi əməkdaşlıq hər iki tərəfə fayda verə bilər. Bilirsiniz ki, öncə də qeyd elədik, bugün Çinlə ölkəmiz arasında ticari dövriyyəsi 3 milyard 740 milyon dolların üzərindədir və ölkəmizin Çinin 8 şəhərində müəyyən ticarət evləri yerləşir, 375 Çin şirkəti ölkəmizdə fəaliyyət göstərir. Bugün Çin iqtisadiyyatı nə özündə ehtiva edir? Bugün Çin iqtisadiyyatı belə deyək, yeni texnologiyalar, bugün Çin iqtisadiyyatı təmiz texnologiyalar, bugün Çin iqtisadiyyatı ekotexnologiyalardır. Və sözsüz ki, biz işğaldan azad edilmiş bölgələrimizdə bu texnologiyaların, belə deyək, bu innovasiyaların tətbiq edilməsində maraqlıyıq. Bilirsiniz ki, ölkəmizdə smart şəhərlər, smart kəndlər, texnoloji, smart sənaye parkları belə deyək, strategiyası həyata keçirir və bu baxımdan bir məsələni də qeyd etmək istəyirəm. Yəni, bu texnologiyalar həm də Çində ucuzdur və bu baxımdan ucuz və keyfiyyətlidir. Çünki Çin bugün dünyanın belə deyək də istehsalçı bir zavoduna, istehsalçı bir müəssisəsinə bənzətmək olar və bu baxımdan bizim Çinlə strateji tərəfdaşlığımız bu texnologiyanın daha tez, daha sürətli və daha belə deyək də az investisiya, daha az maliyyə qoyuluşu ilə bəli biz bunları tətbiq edə bilərik ki, bu da sözsüz ki, bizim prioritet iqtisadi strategiyalarımıza cavab verir. Öncə də qeyd etdim və həmkarlarımız da çox gözəl vurğuladılar. Digər tərəfdən Azərbaycan mövqeyi Avropa yaxınlığı Çinin həm də baxın, bugün dünyada Jalə xanım gözəl qeyd etdi, ciddi siyasi proseslər gedir. Bugün Amerika
tarif belə deyək siyasəti tətbiq eləyir. Bəzi hallarda Çinin yeni alternativ belə deyək də bazar axtarışına sövq edir. Bu baxımdan da Azərbaycanın ərazisindən Çin istehsalçıları müvəffəqiyyətlə istifadə edə bilərlər. Burada yeni müəssisələr, istehsal müəssisələr quraraq reeksport və belə deyək Azərbaycan brendi altında Çin məhsulları Avropa və digər ölkələrə, burada biz həm də şərq ölkələrini nəzərdə tutmalıyıq. Hindistan okeanı və şərq ölkələrini də nəzərdə tuta bilərik ki, Azərbaycana belə deyək müvəffəqiyyətlə həmin məhsullar, texnoloji məhsullar ixrac edilə bilər. Digər tərəfdən öncə qeyd etdiyiniz hansı istiqamətlər üzrə biz beləcə Çindən daha əlaqələrimizi gücləndirmək. Mən hesab edirəm ki, bu həm də təhsil və elmi araşdırmalar istiqamətidir ki, bilirsiniz ki, Çin tək belə deyək də tək istehsalçı deyil, həm də müəyyən ixtiraların ixracatçısıdır və bu baxımdan sözsüz ki, bizim Çinli mütəxəssislərlə beynəlxalq təcrübəni də ölkəmizdə tətbiq etmə imkanlarımızı yalnız faydalanmaq olar. Əslində Qarabağdakı yaşıl enerji potensialının Çin şirkətləri və Çin dövləti tərəfindən həyata keçirilən layihələrlə ortaya çıxarılması, daha doğrusu potensialın artıq əmələ, konkret bir məfhuma çevrilməsi əslində ən çox Çinin yararınadır. Çünki Azərbaycan Avropanın qaz tədarükçüsü olduğu üçün əslində birbaşa olmasa da dolayısıyla Çinlə Avropanın iqtisadi cəhətdən yaxınlaşması deməkdir. Aydın bəy, bütün bu müzakirələrdən sonra sizə yenə Azər bəyə ünvanlandığım sualı vermək istəyirəm. Biz hər bir sahədə demək olar ki, danışdıq. Mədəniyyətlər arası məsafənin qısalmasından, ticari dövriyyədən, yaşıl enerji potensialı üzərindən əməkdaşlıqdan və sizə geosiyasi proseslərdən danışdınız. Belə olduğu təqdirdə bir siyasi şərhçi kimi və geosiyasi prosesləri izləyən biri kimi siz Çin-Azərbaycan münasibətlərinin perspektivini necə görürsünüz bəs? Vəfa xanım, elə əsas məsələ məhz o perspektivin üzərindədir. Mən qəti inamla deyim ki, Azərbaycan prezidentinin burada yanaşması müşahidələrimə görə, təhlillərimə görə əsas yanaşması bu prinsipin üzərindədir ki, bir halda ki, Azərbaycan və Çin bir-birinə geosiyasi olaraq bağlanıblarsa və geosiyasi nöqteyi nəzərdən heç birinin başqa bundan üstün seçimi, alternativi yoxdursa, demək bundan sonra qarşıda dayanan vəzifə məhz perspektivdə iqtisadi, ticarət, mədəniyyət, turizm, humanitar və digər sahələrdə əməkdaşlıqları gücləndirmək və genişləndirməkdir. Məsələn, az əvvəl siz bir rəqəm dediniz, təbii həqiqət rəqəmdir. Azərbaycanla Çinin ticarət dövriyyəsinin 3,7 milyard, təxminən 4 milyarda yaxın olması. Əlbəttə, bu formal olaraq çox kiçik rəqəm kimi görsənir ki, Çin ilə Azərbaycanın ticarət dövriyyəsinin 4 milyarda yaxın olması çox az bir rəqəmdir. Məsələn, götürəndə Ermənistanın balaca bir ölkə, Avrasiya İqtisadi Birliyində onun dövriyyəsi 12 milyarddan artıqdır. Amma bu elə bir çağırış kimi səslənə bilməz ki, biz elə gecə-gündüz oturaq, çalışaq ancaq ki, Çindən Azərbaycana mal ixrac eləyək, gətirək. Çin böyük iqtisadiyyatdır. Bu ticarət dövriyyəsinin rəqəmi süni şəkildə böyütmək, şişirtmək xatirinə Çinin iqtisadiyyatının Azərbaycan iqtisadiyyatını udması kimi bir təhlükəni reallaşdırmaq olmaz. Və belə şəraitdə mən əminəm ki, Azərbaycan prezidenti daha çox o istiqamətlərdə düşünür və bunu Silxu Agentliyinə verdiyi müsahibədə də göstərdi ki, biz Çindən daha çox texnologiyaların alınması, yəni yaşıl transformasiya, rəqəmsal transformasiya, yəni bu investisiyalara Azərbaycan daha çox meyil göstərməlidir və prezidentin də seçimi niyyəti elə bundan ibarətdir. Yoxsa Çindən hazır malları alıb gətirmək, paltardan tutmuş, nə bilim, yemək-içməkdən tutmuş, Çin çox böyük iqtisadiyyatdır və Azərbaycanın olan qalan valyut ehtiyatlarını götürüb apara bilərlər. Laf mübadilə ilə eləsək də onlara verəsi bir şeyimiz qalmaz. Belə şəraitdə əlbəttə qarşıda dayanan iqtisadi investisiya nöqteyi nəzərdən ən böyük vəzifə Çinin texnologiyasından investisiyalarına istifadə eləmək ki, bu cəhətdən də prezidentimiz o yolu dəqiq seçib. Çinin yaşıl transformasiya sahəsində, rəqəmsal keçid sahəsində imkanlarına istifadə. Bir də beynəlxalq təşkilatlara yanaşma. Sözsüz Azərbaycanın indiki beynəlxalq təşkilatlar çərçivəsində Çinlə yaxşı əməkdaşlığı var. Azərbaycanın
Şanxay təşkilatında bu təzə statusu bildiyim qədər Çinin təşəbbüsü ilə olub, Azərbaycana tərəfdaş statusu veriblər. Amma strateji tərəfdaş, bəli. Təkcə bu mövcud imkanlardan istifadə eləmək yox, daha çox Diyaloq perspektivdə yeni yaranacaq təşkilatlar çərçivəsində əməkdaşlıq haqqında düşünmək lazımdır ki, mən əminəm ki, Azərbaycan prezidenti bunu da düşünür. Çünki dünya düzəninin dağıldığı şəraitdə BMT də dağılıb gedir, transformasiya olunur. NATO da dağılır, Avropa Birliyi də dağılır, köhnə təşkilatların hamısının... Beynəlxalq institutlar deyək. Bəli, yeni beynəlxalq institutlar, bax elə Şanxay təşkilatının üstündə yenisi yarana bilər, BRICS-in üstündə yenisi... Kim deyə bilər ki, sabah Amerika Birləşmiş Ştatları Rusiya ilə münasibətlər fonunda ki, BRICS-in üzvü olmayacaq, ola bilər. Buna görə də ikinci istiqamət... Sözünüzü kəsin, üzrlü sayın, çünki biz indi Pekinə bağlanacağıq, birbaşa bağlantıyla daha sonra davam edəcəyik sizinlə. Əməkdaşımız Afaq bizi salamlayacaq Pekindən. Afaq, buyurun, son məlumatlarınızı eşidək. Vəfa, dövlət başçısı İlham Əliyevin Çinə dövlət səfəri davam eləyir. Qeyd edim ki, səfər çərçivəsində iki ölkə liderlərinin görüşlərindən başqa Prezident İlham Əliyevin və Çin Xalq Respublikasının sədri Si Jinpingin iştirakı ilə Azərbaycan-Çin sənədlərinin imzalanması mərasimi oldu və dövlət başçıları Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında birgə bəyanatı imzaladılar. Mərasimdə həmçinin vizadan qarşılıqlı azad edilmə haqqında, humanitar mina təmizləmə sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə dair, cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım, o cümlədən texniki iqtisadi əməkdaşlıq haqqında Naxçıvan şəhəri ilə Çin Xalq Respublikasının Sincan Uyğur Muxtar rayonunun Urumçi şəhəri arasında qardaşlaşmış şəhər münasibətlərinin qurulmasına dair və digər sahələri əhatə edən sənədlər imzalandı. Səfər çərçivəsində Prezident İlham Əliyev Çin Xalq Respublikasının Dövlət Şurasının baş naziri və Ümumçin Xalq Nümayəndələri Yığıncağının daimi komitəsinin sədri ilə də görüşdü. Dövlət başçısı həmçinin Pekindəki Xalq Qəhrəmanları abidəsini də ziyarət etdi. Və qeyd edim ki, dövlət başçımızın səfəri Çinin kütləvi informasiya vasitələrində də geniş işıqlandırılır. Bugün bütövlükdə Çin mətbuatı Azərbaycandan, Azərbaycan prezidentindən və dövlət başçısının səfərini önə çıxarıb. Bizdən hələ ki Pekindən çatdırmaq istədiklərimiz bu qədər. Söz təkrar sizdədir. Əməkdaşımız Afaq Pekindən son məlumatları bizə çatdırdı. Bəli, iki dövlət başçısı arasında müəyyən sənədlər imzalanıb, təkbətək görüş keçirilib. Eyni zamanda bir daha xatırladaq və sənədlərin imzalanma mərasimi baş tutub. Aydın bəy, siz elə danışırdı, sözünüzə zəhmət olmasa davam edin. Beynəlxalq institutların öz artıq hökmünü və səmimiliyini itirməsindən və bu konteksti artıq Asiyada hansısa alternativ variantların yaranmasından danışırdınız. Bəli, bu istiqamətdə də Azərbaycanın və Çinin əməkdaşlığı çox yeni xətlər, yeni təzahürlər ortaya qoya bilər. Hətta cəsarət edib deyirəm ki, Çin ilə Azərbaycanın əməkdaşlığının inkişafı Avrasiya kontinentində yeni regional beynəlxalq təşkilatların yaranmağına hətta gətirib çıxarda bilər. Açığını deyək ki, məsəl üçün, dünyanın başqa qütblərində, başqa məkanlarında hərbi siyasi təşkilatlar olsa da, NATO kimi, Avropa Birliyi kimi, başqaları, bu təşkilatlar yavaş-yavaş o dağılan dünya düzəni şəraitində öz funksiyaları və əhəmiyyətlərini itirirlər. Belə şəraitdə əlbəttə gələcəyə baxanda söyləmək çox çətindir ki, məsələn, Şanxay Əməkdaşlıq Təşkilatı gələcəkdə hansısa bir hərbi siyasi bloka çevrilə bilər. Bunun qətiyyətlə demək mümkün deyil. Hətta iddia eləmək olmaz da ki, bu təşkilat elə əbədi olaraq qalacaq. Bu təşkilatın yerində, onun üzərində yeni təşkilatlar formalaşa bilər, yeni üzvlər bura cəlb oluna bilərlər. Amma bu məsələdə həll edici mövqedə Azərbaycanla Çin dayanırlar. Çünki Çinin həm inkişaf eləmiş iqtisadiyyatı, həm də onun çox böyük ixrac variantlarına və ixrac bazarlarına möhtac olması məhz Azərbaycan üzərindən reallaşa bilir. Bu möhtaçlıq Azərbaycanla Çini siyasi sahədə yeni-yeni əməkdaşlıqlara sövq eləyə bilər. Necə ki, məsələn, Çin Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına
müşahidəsi statusunun qəbul olunmasını tövsiyə eləmişdi. Eləcə də gələcəkdə mümkündür ki, Mərkəzi Asiya dövlətləri ilə Azərbaycanın, Qafqaz ölkələrinin, hazırda bilirsiniz ki, Cənubi Qafqazın 3 ölkəsinin də yenidən birləşmə prosesi gedir, münasibətlərin düzəlməsi prosesi gedir, Qafqaz evinin yaradılması məsələsi var. Avropa Birliyi çox böyük sürətlə Mərkəzi Asiya nüfuz eləyir. Avropa Birliyinin Çinə böyük ehtiyacı var. Çünki ikisi də Amerikanın qabağında bu saat əks tərəflər kimi görsənirlər. Talib bunları da birləşdirir və belə şəraitdə Azərbaycanla Çinin əməkdaşlığı Avropa daxil, Çin daxil, Mərkəzi Asiya ölkələri daxil yeni siyasi inteqrasiyaları gətirib çıxarda bilər. Bunu da istisna eləmək olmaz. Eyni zamanda əlbəttə Azərbaycanın imkanları hesabına, məsələn Azərbaycanın üzərindən, Mərkəzi Asiya ölkələrinin üzərindən Yaxın Şərq ölkələrinin, Yaxın Şərq regionunun birləşdirilməsi, bax bu proses də Azərbaycansız gedə bilməz. Məsələn, BMT-nin belə bir layihəsi var idi, Mərkəzi Asiya ölkələrinin iqtisadi inkişafı ilə bağlı proqram. Siz bilirsiniz ki, bu Mərkəzi Asiya ölkələrinə aid olmağına baxmayaraq, amma BMT o proqramı Azərbaycanı da cəlb elədi və yadınızdadırsa, ötən il, ondan əvvəlki il Mərkəzi Asiya dövlətlərinin bu proqram çərçivəsinin zirvəsinə Azərbaycan Prezidenti İlham Əliyevi də dəvət eləmişdir. Baxmayaraq, Azərbaycan Mərkəzi Asiya dövləti deyil, amma Azərbaycanın o qədər birləşdirici gücü var, apardığı siyasət o qədər cəlb edicidir ki, təbii ki, bu proqramlara cəlb olunur. Ona görə Çinlə Azərbaycanın əməkdaşlığının həm böyük iqtisadi perspektivlərini görmək lazımdır. Nə alacağıq, nə verəcəyik. Məsələn, deyim sizə ki, təkcə yaşıl enerji və yaxud da ki, rəqəmsal keçid yox, müəyyən kənd təsərrüfat sahələri var ki, Çinin burada çox böyük təcrübəsi var. Məsələn, ipək istehsalı, tutçuluğun inkişafı, məsələn, pambıqçılığın inkişafı. Biz bilirik ki, Azərbaycan pambığı tarixən bol olub, amma Azərbaycan pambığının lif tərkibi zəifdir. Dünyada buna o qədər böyük alıcı tapmaq mümkün deyil. Amma Çinin pambığı olduqca keyfiyyətli pambıqdır və xüsusilə də kənd təsərrüfatı sahəsində Azərbaycanla Çinin imkanlarını birləşdirmək mümkündür. Eləcə də Azərbaycanın bugün malik olduğu infrastrukturlar Çinin Avropaya mal ixracı məsələsində Çinə milyardlar qazandırmaq gücündədir. Bir sözlə, geosiyasi olaraq bir-birinə möhtaçlıq, iqtisadi və xüsusilə də regional siyasi inteqrasiya sahəsində böyük imkanlar açır. Və mən əminəm ki, Azərbaycan rəhbəri də uzaqgörən bir siyasətçi kimi bu perspektivləri zamanında görəcək və buna uyğun hərəkət eləyəcək. Aydındır. Azər bəy, biz investorların cəlbindən danışdıq və bir çox sahələrdən danışdıq. Bu istiqamətdə sizin fikirlərinizi də öyrənək. Məsələn, son xəbərlərə görə viza rejimi ləğv olundu iki ölkə arasında. Bu əlbəttə ki, turizmdə çox böyük inkişaf edən xəttlə müşahidə olunacaq. Böyük ehtimalla Eyüp bəy bunu təsdiqləyər. Belə olan təqdirdə investorların cəlbi ilə bağlı sizcə, məsələn, Çinli şirkətlərə Azərbaycanın hansı sahələri daha cəlb edici gəlir? Siz əslində çox bir qədər fərqli müstəvidə mövcud olan sahələri bağlamağa çalışdınız. Çünki investisiya mühiti və investisiya ehtiyac nöqtəniz... Ona görə vurğuladım, viza rejimi turizm sahəsi ilə bağlı investisiya. Mən indi bunu əlaqələndirməyə çalışıram. Birincisi, bir məsələni yaddan çıxartmayaq. Burada çox düzgün fikir səsləndirildi ki, Azərbaycan tərəfinin bu məsələdə marağı bilavasitə o texnologiyaların Azərbaycana cəlb olunub, burada inkişaf etdirilməsi məsələsidir ki, bu, bəli, investorların bu prosesdə fəal iştirakı ilə baş verə bilən bir prosesdir. Və yeri gəlmişkən, Cənab Prezident elə bu indiki dövlət səfəri zamanında investorların cəlb olunması məsələsində həm də Çinlə bağlı müəyyən, deməli, Çindən müəyyən dəstəyin alınması ilə bağlı müəyyən fikirlər də səsləndirildi. Bu da olduqca vacib bir məqamdır ki, bəli, Azərbaycan bu məsələdə dəqiqdir, praqmatikdir və o maraqlıdır ki, iqtisadiyyatın müxtəlif sahələrini investorlar hesabına cəlb etmiş olsun. O ki, qaldı qarşılıqlı deməli viza rejiminin deməli götürülməsi iki dövlət. Keçən ildən etibarən Azərbaycan bir qayda olaraq Çin Xalq Respublikasının vətəndaşları üçün viza rejimini götürmüşdür. Yəni keçən il imzalanmış bəyannamədən irəli gələrək bir il müddətinə bu götürüldü və gözlənilirdi ki, tez bir zamanda bu qarşılıqlı şəkildə baş versin. Artıq o keçən il Çin vətəndaşları, Çin Xalq Respublikasının vətəndaşları Azərbaycana səfər edərkən vizasız gediş-gəliş imkanlarına maksimum yararlanmanın nəticəsində Azərbaycana gələn Çinli miqrantların sayında kəskin biz artım müşahidə etdik. Deməli, bu deməkdir ki, viza rejiminin götürülməsi bir mənalı şəkildə iki dövlət arasında münasibətlərin daha da intensiv xarakter almasına, insanlar arası mübadilə, insanların gedişini, gəlişini
daha əlverişli bir şəkildə həyata keçirilməsi üçün zəmin yaratmış oldu. Amma burada bir məsələyə bilavasitə siz dediyinizlə bağlı olan məsələdir. Nədir? Vizasız gediş-gəliş olan ölkələrlə iqtisadi münasibətlər hər zaman inkişaf edən templərlə belə də baş verir. Nə üçün? Çünki investorların, biznes dairələri, müxtəlif şirkət rəhbərlərinin bir ölkənin ərazisinə gedişi, yəni vizasız deməli bir gediş-gəliş rejimi mövcud olduğu bir şəraitdə rahat şəkildə gediş-gəlişin təmin olunması, bu da sağlam bir biznes mühitinin qurulmasına xidmət edən məsələdir. Mən bu fərqli müstəviləri burada bu məsələdə uzlaşdırdım və sizlə tamamilə razıyam ki, müsbət tərəfdən buna təsir edən bir haldır və əslində bir qədər əvvəl deyilən ki, hansı istiqamətlərdə potensialların inkişaf etdirilməsinə ehtiyac var, eyni zamanda turizm sektorunun inkişaf etdirilməsində bugün ciddi ehtiyac var. Azərbaycan turizm imkanlarının və turizm infrastrukturunun Çinli turistlərin üzünə açılması, Çin turizm infrastrukturunun və turizm xidmətlərinin, turizm məhsullarının Azərbaycan deməli turistləri üçün üzünün açılması baxımından da olduqca vacib bir məsələdir. Və mən düşünürəm ki, bu qarşılıqlı surətdə həmin o vizanın, sadəcə bir viza məsələsi deyil də, vizanın götürülməsi bu bir siyasi bir hadisədir. Və bu da həm də dövlətin bu məsələdə hansı iradəyə malik və mövqeyə malik olduğunu göstərən bir başlıca bir haldır. Və həmişə mən hesab edirəm ki, viza məsələsini bəli xüsusilə diqqət yetirmək lazımdır və bugün imzalanan sənədlər arasında viza ilə bağlı ayrıca bir sənədin də təbii ki, imzalanması olduqca mühüm hadisə hesab olunur. İki dövlət arasında miqrasiya mübadiləsinin artan temp üzrə inkişaf etdirilməsi üçün əlverişli mühitin yaradılması nöqteyi nəzərindən. Bəli, bir istiqaməti qısaca deyim, Azərbaycanla Çin arasında perspektiv əməkdaşlıq sahəsi kimi, bu da hərbi sənaye kompleksi sahəsində olan əməkdaşlıqdır. Biz bilirik, indiyə qədər Azərbaycan regionda müharibə vəziyyətində olduğuna, Ermənistanla müharibə apardığına görə Çin də qlobal siyasət aparmağa meyilli bir ölkə kimi müəyyən hallarda Azərbaycanla xüsusilə bu sahədə əməkdaşlıqdan çəkinirdi. Amma bugün bölgədə artıq sülh var və Çin də rəsmi bəyanat verib, bəyannamədə də yazıldı ki, Azərbaycanın sülh gündəmini qəti şəkildə dəstəkləyir. Bu müharibənin bitməsi, Ermənistanla sülh imzalanması ərəfəsinə gəlib çıxmamız hərbi sənaye kompleksi sahəsində əməkdaşlığa da çox böyük istiqamətlər açır. Biz bilirik ki, Çin Təhlükəsizlik Şurasının elə-belə daimi üzvü olmayıb ki, Çinin çox böyük hərbi potensialı var. Çin nüvə dövlətidir. Azərbaycanda atom enerjisinin dinc məqsədlərlə istifadə olunması sahəsində Çinlə Azərbaycanın əməkdaşlıq perspektivləri var və buna da heç kim əksinə çıxa bilməz. Azərbaycanın öz ordusunu daim gücləndirmək nöqteyi nəzərdən Çinə böyük ehtiyacı var. Baxmayaraq ki, sülh dövrüdür, müharibə faktiki bitib, amma ermənilər kimi bir düşmənlə bizim qonşuluğumuz əbədi olaraq davam edəcək və əbədi də olaraq Ermənistanın bizə dost olacağını mən şəxsən düşünmürəm. Heç vaxt Ermənistan bizə dost olmaz. Azərbaycan bu bölgədə ən etibarlı özünün müdafiə təminatı kimin ordusunu və silahını gücləndirməlidir. Bu nöqteyi nəzərdən Çin-Azərbaycan çox böyük ehtiyacı var və olacaq. Regional təhlükəsizlik baxımından bəli, birbaşa olaraq. Biz əməkdaşlıqdan danışdıq, müxtəlif sahələrdən danışdıq, amma elm sahəsindən danışmadıq. Bu istiqamətdə yeni bir xəbər var, onu diqqətə çatdırım, icazə verirsinizsə. Azərbaycan-Çin birgə universiteti yaradıla bilər. Prezident İlham Əliyevin Çin Xalq Respublikasının Ümumçin Xalq Nümayəndələri Yığıncağının Daimi Komitəsinin sədri Zhao Liqi ilə müzakirə edilib bu məsələ. Görüşdə birgə universitetin yaradılması perspektivləri ətrafında da fikir mübadiləsi aparılıb daha doğrusu və bu istiqamətdə Jalə xanım sizinlə davam edək. Azərbaycan-Türkiyə birgə universiteti var idi və Türkiyə kimi bir ölkə ilə artıq həm strateji tərəfdaşdır, həm qardaş ölkədir, qonşu ölkədir. Onunla həmin müstəvidə eyni ilə Azərbaycan-Çin birgə universiteti yaradılır. Bəs bu nə deməkdir bizim üçün? Bir maraqlı məqama diqqət çəkmək istəyirəm. Özümün də diqqətimi çəkdi və tamaşaçıların da yəqin ki, diqqətini çəkir. Elə veriliş boyu hal-hazırda görüşlərin getdiyi Çindən çox əhəmiyyətli xəbərlər gəlir. Biraz bundan əvvəl viza rejiminin qaldırılması haqqında, hüquqi müstəvidə, texniki müstəvidə yardımlaşma, qardaşlaşmış şəhərlər perspektivinin irəli atılması kimi məsələlərə toxunuldu və eyni zamanda indi biraz əvvəl də sizin qeyd etdiyiniz kimi deməli birgə universitetinin yaradılmasının perspektivləri artıq bugün müzakirə olunub. Bugün əlbəttə ki, Çin dünyaya
dünyanın əhəmiyyətli bir texnoloji ölkəsi olaraq, beyin mərkəzi olaraq daxil olub dünya bazarına və bugün Çinin deyək ki, istehsal etdiyi bütün sahələr üzrə deyək ki, məmulatlar bunu bir mənalı olaraq belə deyim ki, qəbul etməliyik və bu bir faktdır ki, çox əhəmiyyətli yerdə gəlir dünya bazarında, dünya ticarətində və bunları istehsal edənlər, əgər biz belə deyim ki, xırdalığına varsaq, ən xırda bəsit nöqtəsinə qədər gəlsək, beyindir. Yəni bu beyin də bir təhsilə, bir səviyyəyə borcludur demək ki. Və bunun üçün də əlbəttə bu birgə universitetin yaradılması söylədiyiniz kimi daha əvvəlki təcrübəmizə istinad edərək qardaş Türkiyə ilə Azərbaycan arasında yaradılan birgə universitet kimi Çin-Azərbaycan birgə universiteti də elm sahəsində, elmi potensialın inkişaf etdirilməsi sahəsində çox əhəmiyyətli bir rola sahib olacaqdır. Aydındır. Hər birinizə təşəkkür edirəm, minnətdaram. Studiyamızın qonağı oldunuz və mövzu ətrafında suallarımızı cavablandırdınız. Biz ümid edirik ki, əziz tamaşaçılar, sizin mövzu ilə bağlı müəyyən qədər də olsa suallarınıza aydınlıq gətirməyə çalışdıq və cavab tapdınız siz suallarınıza. Hədəf komandası olaraq biz müzakirələrimizə hələlik burada nöqtə qoyuruq, amma siz gündəmin nəbzini tutmaq üçün Azərbaycan televiziyasını izləməyə davam edin.